Charles Bukowskinin bu sualına sizin cavab verməyinizi istəyirəm. Səhərlər səni heç kim oyatmayanda, gecələr evə gələndə səni gözləyən biri yoxdursa və ürəyin istəyən hər şey eləyə bilirsənsə, bu azadlıqdır, yoxsa yalnızlıq? Salam, bugün Ağılda Qalan podkastın 3-cü bölümüdür. Xoş gəlmisən. Bugün istəyirəm ümumiyyətlə münasibətlərdən danışım, yalnızlıqdan, biraz keçmişlə yaşamaqdan danışım. Bukowskinin dediyi o sualın cavabı məncə biraz dəyişikdir. Yəni sabit bir cavabı yoxdur deyə düşünürəm. Vəziyyətə görə, yaşa görə, yaşadığın həyata görə dəyişə biləcək cavablar olur. Bəzən bunun azadlıq olduğunu düşündüyün anlar, hisslər ola bilər. Bəzən isə yalnızlıq olduğunu qəbul elədiyin vaxtlar olur. Məncə bu yaş artdıqca daha da ağırlaşan bir prosesdir. Çünki yaşın artdıqca, tək qaldıqca və tək yaşamağı öyrəşdikcə artıq sən həyatında başqa birini istəmirsən. Yəni qəbul edə bilmirsən, çünki təkliyə öyrəşmiş olursan və öyrəşmək çox pis hissdir. Bu hissdən uzaqlaşa bilmirsən, o artıq sənin həyatının bir mərhələsinə çevrilir və sən dönüb heç cürə başqasına görə özünü dəyişə bilmirsən, həyatını ona görə dəyişə bilmirsən. Və bu sonda gətirib paradoksa çıxardır. Çünki mən iç özüm daxil bütün yalnız insanlarla danışandan sonra görmüşəm ki, əslində hər birimiz həyatımızda birini istəyirik. Bu mütləq belədir. Kim deyirsə ki, yox, mən həyatımda heç kim istəmirəm, günün sonunda o ən axırda qəbul eləyir ki, hə, istəyərdim ki, həyatımda biri olsun. Və həyatımızda birinin olmağını istəsək də, o dediyim kimi yalnızlığa öyrəşirik deyə paradoks yaranır. Yəni sən özünü dəyişmək istəmirsən, təkliyə öyrəşmisən və bu belə deyək, rahatçılıqdan vaz keçə bilmirsən. Çünki biri ilə münasibətdə olanda qarşılıqlı şəkildə bir-biri və nələrisə keçməlisən. Məsələn, özündə nələrisə dəyişməlisən, onunla uyğunlaşmalısan. Yəni bunların hamısını eləmək üçün də efor sərf eləməlisən və bunu heç kəs eləmək istəmir. Hamı düşünür ki, elə mən özüm olduğum kimi oluram. Belə bir söz var, mən buyam, dəyişə bilmərəm. Bu sadəcə bəhanədir mənə görə. Yəni özüm istifadə eləmişəm, yəqin ki, hardasa istifadə eləmişəm, indi belə tam xatırlaya bilməsəm də. Amma dediyim kimi, bunun hamısının səbəbi məncə o yalnızlığa öyrəşməkdir. Öyrəşirik ona və ondan sonra dəyişmək istəmirik. Əslində isə münasibət üçün məncə mütləq surətdə iki tərəfdə özündən nələrsə verməlidir, iki tərəfdə dəyişməlidir, uyğunlaşmalıdır. Çünki mən buyam deyib özünü dəyişməyib kimisə sənə uyğunlaşmağını gözləməyin bir nəticəsi yoxdur. Günün sonunda istər-istəməz həmin o insanda da nələrsə dəyişəcək, sənə görə dəyişmiş olacaq, amma yenə də ortaq məxrəc tapa bilməyəcəksən. Çünki o da artıq sənin tanımış olduğun insan olmur, dəyişmiş bir insan olur. Və sən baxırsan ki, yox, bu adam dəyişib, bu insan dəyişib və mən artıq bununla bir yerdə olmaq istəmirəm. Yəni belə fərqli nəticələr gətirib çıxardır və məncə ona görə qarşılıqlı şəkildə özünə nələrsə verməlisən ki, o uyğunluğu, bir-birinə uyğunluğu tamamlaya biləsən. Bir də keçmişdən vaz keçə bilməmək deyə bir şey var da indi məsələn. Kimi soruşsan deyir, eksimi unutmamışam. Əslində unutmadığımız, yəni bu təbii ki, fikirlərin hamısı mən özümə məxsus fikirlərdir. Yəni mən belə düşünürəm. Ola bilər ki, sən tamam başqa bir şey düşünəsən və bu podkastın da məqsədi əslində odur, bir yerdə müzakirə edib ortaya çıxardaq. Yəni mənim özümün də qəbul eləmədiyim, necə deyim, başa düşmədiyim şeylər var və bunları öyrənmək istəyirəm təbii ki. Bunların axtarışındayam və indi də bunları danışıram ki, bir yerdə ortaq məxrəcə yəni nəsə tapaq bir şey eləyək, birimizə kömək olaq. Yəni bu podkastın məqsədi əslində budur. Və dediyim kimi, mənim düşüncəmə görə eksi unutmaq söhbəti deyil. Biz keçmişi unutmuruq deyirik ya. Biz əslində keçmişdə yaşadığımız özümüz üçün darıq. Yəni o anki o hissləri keçirdən insan üçün darıxırıq. Çünki həmin anda çox saf oluruq, romantik oluruq, duyğusal oluruq. Yəni bu hisslərdə oluruq deyə və indiki zamanda yeni biri ilə tanış olanda sən əslində o hissləri keçirmək istəyirsən. O hisslər üçün darıxırsan. Həmin o insan üçün yox. Yəni o hisslər üçün darıxırsan, yenə o hissləri keçirmək istəyirsən. Amma həyatına girən yeni bir insan tamam başqa biri olur və sən onunla başqa biri olmuş olursan. Çünki sən də dəyişmisən. Yəni bu illər ərzində, bu zaman ərzində sən də dəyişmiş olursan. İstər-istəməz başqa cür artıq hiss edirsən. Əvvəl münasibətə baxış bucağın başqa etsə, indi tamam başqa olur. Bir növ məsələn deyək, lap ilk sevgidən danışaq da, həmin dövrdə hər şey saf yanaşırsansa, müəyyən müddətdən sonra həyatında nələrsə dəyişdikcə artıq daha belə deyək, təcrübəli olmuş olursan və istər-istəməz
münasibətə olan davranışın da dəyişir və bu gətirir səndə keçmişə və bu gətirir səndə keçmiş üçün darıxmağa və sən özünə inandırırsan ki, mən keçmişdəki insan üçün darıxıram. Məncə belə deyil. Keçmişdəki insan üçün darıxmaq ümumiyyətlə düzgün deyil. Çünki keçmiş bitmiş bir şeydir. Sən bunu dəyişə bilmərsən. Demirəm pisdir. Təbii ki, pis və yaxşısı ilə keçmişdə nələrsə yaşamış ola bilərsən, amma bitib demək ki, sən hekayən ora qədər imiş o insanla və bu bitib. Bunu qəbul edib gələcəyə baxmaq lazımdır. Çünki indiki zamanda elədiklərimiz də məhz gələcəyə təsir edir. Keçən bölümün mövzusuna baxanda bu mövzuda daha belə planlı şəkildə danışmıram deyə əslində bilmirəm tam olaraq nələrdən danışım, nə edeyim belə. Mikrofon qoşub birbaşa danışıram. Biraz düşünürdüm ki, bunu da planlayım. Sonra fikirləşdim, həyatda ümumiyyətlə münasibətlərin heç birini planlı şəkildə yaşamırıq deyə. İndi mən bunu planlı şəkildə eləsəm biraz süni çıxa bilər. Oturub yəni məqalə və ya nəsə oxumaq istəmirəm də burada istəyirəm birbaşa söhbət eləyək. Sanki indi oturmuşuq və bir anda bu mövzu açılıb, mövzuda birbaşa fikirlərim nədirsə o haqqda danışım. Keçən bölümlə bağlı maraqlı geri dönüşlər aldım hamıdan. Yəni çox sağ olun buna görə. Biraz mənə motivasiya da vermiş oldu bu. Çünki dediyim kimi motivasiya alıb davamlılığa çevirəndə uğurlu olmaq olur. Ona görə fikirlərinizi bölüşsəz, öz mənfi və ya müsbət rəylərinizi bildirsəz, bu əslində mənim də bu podkastı inkişaf eləməyimdə bir mühüm rol oynayacaq. Çünki mən hər kəsin fikrinə önəm verirəm. Münasibətə gələndə isə iki fərqli nüans var ki, məncə münasibətlərə çox böyük şəkildə təsir edir. Bunun birincisi sosial şəbəkədir, ikincisi üçüncü şəxslərdir. Bu haqqda düşüncələrim nədir? Deməli, sosial şəbəkələrdə bizə ideal cütlük necə olmalıdır deyə yeridirlər deyə beynimizə. Əslində heç kəs ideal deyil, fərd olaraq da deyil, cütlük olaraq da deyil. Sadəcə hər kəs özünə görə normal və ya yaxşı ola bilər. Sadəcə bizə yeritmək istənilən biraz indi buna görə linçlənə də bilərəm bu dırnaqarası modern tayfa tərəfindən. Amma mən bilirəm ki, mən dinləyəndən hər biri mənlə eyni kafadadır deyə linçlənməyəcəm. Söhbət nədən gedir? Modernlik altında bizə cütlükləri çox fərqli şəkildə göstərirlər və ideal olduğuna iddia edirlər. Halbuki mənə görə elə deyil. Yəni məncə qısqanclıq olmalıdır münasibətdə. Necə bir qısqanclıq? Sağlam bir qısqanclıqdan söhbət gedir. Yəni hər şeyi sosial şəbəkədə paylaşmaq, hər şeyi göstərmək düzgün deyil. Yəni sən yaşadığın bu münasibətdə özəl olmalısan da. Yəni başa düşürəm, hamı istəyir içimən qarışıq öz xoşbəxtliyini, öz sevincini paylaşsın. Çünki artıq elə bir həddə gəlmişik ki, sosial şəbəkələrdə hamı özünə aid nələrsə paylaşıb bununla belə deyək də xoşbəxt geri dönüşü almaq istəyir. Amma bəzən bunu həddini aşanlar da olur və abartı şəkildə öz özəllərini paylaşırlar. Məncə bu düzgün deyil və bizə yeridiləndə budur. Sabahları məsələn də münasibətdə olduğun şəxs belə ətrafdakı o sosial şəbəkələrdəki o cür şeyləri görüb səndən bunu tələb etməyə başlaya bilər. Düzdür, bu insana dəyişir, amma hər halda bildiyim bir şey var ki, deyirəm də. Yəni bu tələb eləyir. Bax filan kəsdə belədir, bizdə də belə olar. Yəni filan kəslər belə eləyir, biz də belə eləyək. Yəni dediyim kimi sosial şəbəkə çox pis təsir edir insanların öz münasibətini yaşamaq. Çünki sən başqası bunu eləyirsə, mən də bunu eləməliyəm deməli deyilsən də, özünə uyğun, özünə məxsus şəkildə yaşamalısan münasibəti. Birincisi bu, yəni bu sosial şəbəkə haqqında düşüncələrim bu idi. Əslində çox deyə, yəni indi ağlıma gələnlər bunlardır, ağlımda qalanlar belə deyil. İkinci dediyim nüans da üçüncü şəxslərdir. Mənim həyatda ən nifrət etdiyim şey münasibəti üçüncü şəxsə deməkdir. Fərqi yoxdur nə haqqda olur olsun. Məsələn, buna ən primitiv misal bunu verə bilərəm ki, tutaq ki, mən münasibətdə olduğum şəxslə aramda bir problem var və bunun münaqişəsini eləyirik, mübahisəsini eləyirik və orada məsələn, mənim dediyim bir söz o mənə tanıdığına görə məni bilir də mən necə bir insanam və eynisində də mən onu tanıyıram deyə, niyyətini bilirəm deyə. O mənə dediyi söz mənə o anda pis təsir eləməyə bilər. Yəni mən onu başa düşərəm ki, bunu nə niyyətlə deyib. Amma mən bunu və ya o mən dediyimi götürüb üçüncü şəxsə deyəndə, üçüncü şəxs bizi tam olaraq tanımır deyə, onun beynində neqativ bir düşüncə yaranır və sabahları biz bu münaqişəni həll eləmiş olsaq belə, o xatırlatma eləyəcək hər dəfə. Çünki görmüşəm, yəni olan bir şeydir də bu, yəni və bu dəfələrlə yaşanan bir şey. O xatırlatma eləyəcək, yadındadır filan vaxtı filan şey demişdi və ya yadındadır filan şey olmuşdu, o belə reaksiya vermişdi. Yəni demək istədiyim odur ki, üçüncü şəxslər həmişə münasibəti baltalayan tərəf olur. Nə qədər desən ki, yox, yaxşı insandır, belə insandır. İstər-istəməz bu üçüncü şəxs dediyim sadəcə padurqa və ya dost deyil. Bu ailə də buna daxildir. Sən öz ailənə də, öz münasibətinin özəlinin hər şeydə danışsan, bir yerdən sonra bu problemə gətirib çıxardır. Çünki ailən də o reaksiyanı verə bilər. Dediyim kimi biz ikimiz bir-birimizi tanıyırıqsa, biz ikimiz
bir-birimizi biliriksə niyyətini, başqası onu bilmir və fərqli reaksiya vermək də normaldır. Ona görə məncə üçüncü şəxslər də münasibətə pis təsir edən tərəfdədir. Bir də danışmaq istədiyim hissə budur ki, bəzən olur həyatımızda 10-da 10 deyək də insan girir və biz bu insan həqiqətən də hər şeylə mükəmməl olur. Düzdür, mükəmməl insan yoxdur, tamam, o başa düşür, amma olur da, yəni baxırsan ki, həqiqətən də sənə hər tərəfli uyğundur, hər şey əladır. Amma o anda, o zamanda sən 10-da 10'luq bir insan olmursan. Sənin bəzi problemlərin olmuş olur, sənin həyatda bir məqsədin olur, ona çatmaq üçün müəyyən yollardan keçməli olursan, maddi problemlərin olur, başqa cür problemlərin olur və iki dənə seçimin olur. Ya o insanı itirmək, yəni çünki başa düşürsən ki, bu cür vəziyyətdə o insanla bir münasibət qura bilməzsən, çünki münasibət qurmaq üçün nələr eləməlisən və həmin anda alınmır bunlar. Ya da o insanı həyatına alırsan, problemlərə rəğmən o insanla davam etmək istəyirsən, amma istər-istəməz problemlər gəlir, hardasa dirənir. Hardasa sənə mane olur və bu münasibəti korlayır, davam eləyə bilmirsən. Bilmirəm, əslində bu haqqda özüm yarımçıq həyatlar yaşamışam deyə bu barədə. Yarımçıq münasibət deyək. Tam olaraq çarəsi nədir bilmirəm. Tam olaraq nə etməliyik onu da bilmirəm. Və bunları niyə danışıram onu da bilmirəm. Sadəcə demək istədiyim odur ki, məncə mübarizə aparmalıyıq. Əgər həqiqətən də o insanın həyatımızda 10-da 10 insan olduğuna inanırıqsa, bunu bizə sübut edirsə, göstərirsə və hiss eləyiriksə, mübarizə aparmalıyıq. Çünki mübarizə apardıqdan sonra sən qazana bilərsən nələrsə. Heç nədən durduq yerə heç kim heç nə qazanmır. O qazanılan şeyin də dəyəri olmur. Əgər birdən-birə hop deyə qucağına düşürsə bir hədiyyə, onun dəyəri olmur. Məncə mübarizə aparmalıyıq, məncə davam eləməliyik. Bəzi insanlar yalnızlığa məhkumdular. Burada əslində bir də duyğu sömürüsü edib özümü göstərmək istəyirəm. Sadəcə mənə elə gəlir bəzi insanlar yalnız qalıb daha çox fayda verə bilərlər. Nəinki biri ilə münasibətdə olmaqda. Bunu mən ən azından özümdən götürürəm ki, mən yalnız olanda daha faydalıyam cəmiyyətə, nəinki münasibətdə. Ona görə hər şey yaxşı olacaq deyə düşünürəm. Sizin ümumiyyətlə bu barədə fikirləriniz nələrdir? Siz nə düşünürsünüz? Yəni düzdür, biraz qısa hərəsindən bir neçə belə deyək də cümləli bir şeylər danışdım. Ümumi mövzudan götürəndə də. Amma maraqlı gələr, siz nə düşünürsünüz? Yəni nələr eləməliyik, nə etməliyik ki, hər şey daha yaxşı olsun, daha güclü olsun münasibət ən azından. Və keçmişi unutmalıyıqmı, unutmamalıyıqmı? Yəni fikirlərinizi yazsaz, danışarıq. Mənə də yol göstərmiş olarsınız. Bu ağılda qalan idi. Özünüzdən müğayət olun. Hələlik.